Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin inklüziv məşğulluğa çıxış imkanlarını genişləndirmək və karyera inkişafını dəstəkləmək məqsədi ilə icra edilən İnklüziv İnkişaf Platforması layihəsinin yekunu olaraq İnklüziv Karyera Forumu təşkil edilib. Tədbirdə çıxış edən Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari həssas qrupların yaradıcı potensialı və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib. O, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi üçün də görülən dəstək tədbirlərini diqqətə çatdırıb. Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Hasil Abbasov əlilliyi olan şəxslər üçün məşğulluq və özünə məşğulluq imkanlarının yaradılması, onların əmək bazarına çıxışlarını dəstəkləməsi üçün agentlik tərəfindən görülən işlər barədə məlumat verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov isə çıxışında inklüziv məşğulluğun təşviqində ictimai nəzarətin və vətəndaş cəmiyyəti institutlarının rolunun əhəmiyyətini vurğulayıb. Forum çərçivəsində peşəkar bərabərlik prinsipləri əsasında inklüziv məşğulluğun genişləndirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində inklüziv məşğulluq, əlçatan karyera imkanları, əmək bazarında bərabər iştirak, xüsusi qayğıya ehtiyacı olan şəxslərin peşə hazırlığı və sosial innovasiyalar kimi mövzular müzakirə edilib. Tədbir zamanı həmçinin layihə iştirakçıları mükafatlandırılıb və sertifikatlar təqdim edilib.